Daha bir vətəndaşın bank kartından kiber üsulla 27.283 manat uğurlanıb. Necə uğurlanıb? Plus 94 kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovnik leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib. Din rəsmisi qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21.000 manat kredit çəkilib. Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib bütün sorğuları və kodları təsdiqləyib. Bir daha vətəndaşları naməlum zənglərdən cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır. Əks halda aldadılıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaq, adınıza kredit götürəcəklər deyə Elşad Hacıyev vurğulayıb.